Ona görə o ev ki, hansı ki orada Allah zikr olur, Allahın adı zikr olunur, bərabər itayət var, namaz bərabər qılınır, Allahın kitabı bərabər oxunur, bərabər dualar edilir. O evdə xeyir, bərəkət olur. Ona görə diləməlidirlər Rəblərindən ki, Allah Teala onların qəlblərini birləşdirsin, yaxınlaşdırsın, onlar arasında olan bağları möhkəm etsin. O ev ki, orada Allahın zikri davamiyyətlidir, orada sabitliyi var. İbadət davamiyyətlidirsə o evdə rifah var, əminamanlıq var, o evdə xeyir var, bərəkət var. Amma o ev ki, uzaqdır Allahın zikrindən, o evdə xoşbəxtliyin olmasından danışma. Bəs edir ki, Allah zikr olunan evdə mələklər var, mələklər əhatə edir o evi, o sakitliyi, o rifahı. Ona görə Peyğəmbər s.ə.v Allah zikr olunan evi yaşayan ev kimi vəsf edib bizə. Həyat dolu ev kimi vəsf edib. O ev ki, orada Allah zikr olunur, o ev sağdır, diridir, amma o ev ki, Allah orada zikr olunmur, o evdə Allah zikr edən yoxdursa, o ev neydir? O ev elədir.